Hamınızı salamlayıram və gördüyünüz bu heyvancıqların peçenyelerini hazırlayırıq. Çünki nəvələr kapibara kapibara deyib mahnılar oxuyurlar və nənələr də peçenyeler hazırlayırlar. 125 qram un götürmüşəm. 65 qram da kərə yağı, 1 çimdik duz, 1 veya 2 çimdik kabartma tozu yazdığım qədər və bunu yaxşıca əzirəm. İstəyirsinizsə vanil də əlavə edə bilərsiniz. Amma vanil olmasa da olar. Çünki biz bura həm bal əlavə edə bilərik, ya da istədiyimiz mürəbbənin şirəsindən əlavə edə bilərik. Qramları yazmışam. Götürərsiniz və qarışdırırıq. Çəngəllə qarışdırdım. İndi bunu əlimlə xəmirini yoğururam. Baxın bu cürə yumuşaq xəmirə alınacaq. Biraz da yumuşaq götürə bilərsiniz. Onu da deyim. Bal ilə desə bu cürə olsun, mürəbbəli isə biraz yumuşaq götürün. Və yumurladım. Gördünüz birazcık qoz boyda ayırdım xəmirdən. İçərisinə kakao əlavə edirəm. İstəyə görə əgər vanil əlavə etməyəcəksə, əsas xəmirə də 1-2 çimdik kakao vurub yoğura bilərsiniz əslində. Mən belə etmədim. Mənə elə gəlir ki, elə belə də yaxşı alınacaq. Çünki bu kapibaranın rəngi bir azacıq belə qəhvəyə təhərdir. Və gördüyünüz kimi xəmiri böldüm, qoz boydasını götürdüm, onu kakao qatıb rəngini dəyişdim. İndi burada belədir də, istəyirsiniz lap xırda eləyin. Əgər səhər yeməyində südlə verəcəksə uşaqlara yeməyə, bundan da xırda eləməlisiniz. Amma vaxt daha çox aparır, boynuma alım. Biraz belə iri olanda vaxt o qədər də çox getmir və gördüyünüz kimi 16 ədəd mən iri kürəciklər elədim qoz boyda, 16 ədəd ondan xırda, qəhvəyi rəngdə və bir də qulaqları üçün 16-nı 2-yə vuranda nə qədər olur? Bax, o qədər də xırdalarını eləyirik. Və indi mən xırdaları eləmək üçün xəmiri görürsünüz, qələm kimi nazildirəm. Deyirsiniz ki, sizin vaxtınız var, mənim vaxtım yoxdur, eləyə bilmərəm. Amma mənim də oğlum, qızım, nəvəm istəyir. Onda birisi gün asan üsulunu göstərəcəm sizə. Bu günlük belə olsun da bunu çəkmişdim. Və gördüyünüz kimi bu kürəni bir balaca əlimdə belə elə bil ki uzadıram və bu burun hissəsini bura yapışdırıram. Yumurtanın ağından istifadə edin, çünki qopan hallarda olur. Qopmasın deyənə elə onu deməli qəhvəyi rəngdə xəmiri yumurtaya batırın, sonra yapışdırın ora. Qulaqlarını da eyni ilə. Hətta qulaqlar üçün bir balaca bir qələmin ucu ilə belə yer hazırlayın, oraya yerləşdirin. Yumurta ağı yoxdursa, suya da batırıb qoya bilərsiniz. İndi göstərəcəm qulaqlarını necə deməli belə eləyək ki, düşməsin də bunlar. Bir qələm götürəcəm. Məndə aparatı var. Onunla belə deşik açacağım. Baxın, burnunu da yumru eləmirik. Yumru olanda o ayının burnuna oxşayır. Bir azacıq belə uzun sov eləyirik. Qulaqlarda o dairələri biraz belə uzun sov eləyirik. Alt hissəsini belə çimdikləyib həmin o yuva kimi elədiyimiz yerə salırıq. Baxın, görürsünüz, burada artıq bunu eləmişəm. Burnun üstündə də belə cızıq qoyuruq. Yuxarıdan aşağı belə düz. Cızığı da qoyduq. Hamısını yapışdırdıq, bir-bir yerləşdiririk soba tavasına. Burada düşməyib, güya ki istəmişəm göstərim sizə qulağı necə eləyirik. Ən asan deməli peçenyelərdən biridir, çətin deyil. Və baxın, beləcə də basırıq üstündən ki düşməsin. Onu da deyim ki, xəmir siz işlədikcə quraya bilər, mütləq üstünü örtürsünüz. Soyuducuya yerləşdirmək lazım deyil. Elə masanın üstündə üstünü örtün, bir-bir yavaş-yavaş götürürsünüz, hazırlayırsınız, qoyursunuz soba tavasına. Soba tavasını 150 dərəcəyə əvvəlcədən salıb qızdırırıq.
orta deməli bölgüdə bişiririk tavamızı. Dən ortalıqdan salırıq sobaya. Mən aşağıda qoydum. Fikirləşdim ki, ortada qoysam üzü çox qızaracaq. Aşağı yerləşdirdim. Amma onda da altı çox tez bişdi. Baxmayaraq ki, 150 dərəcədə idi. Xırda işdir, düzdür. Ona görə uşaqları çağırırsınız yanınıza. Evdədirlərsə, onlar sevinə-sevinə, siz yanlarında olmasanız da bunu düzəldəcəklər. İnanın ki, bizdən yaxşı düzəldirlər. Və görürsünüz, baxın, yavaş-yavaş başa çatır. Sobam da artıq 1-2 dəqiqədən sonra hazır olacaq. Mən yerləşdirəcəyim sobaya. Mən çox kiçik bir porsiya hazırlamışam. Sizdə uşaqlar boldursa, Allah saxlasın, can sağlığı versin. Çox hazırlayın. 2 porsiya hazırlayın. İnanın ki, uçurlar. Mağazadan artıq o qədər ala bilmirik. Niyə görə? Özünüz bilirsiniz, qiymətlər həddindən artıq qalxıb, hər şeyə qalxıb, uşaqlar isə yox, şirniyyat istəyirlər. Baxın, bu cürə çox qəşəng, büdcənizə də xeyri olar. İndi bir qələm götürdüm. Qələm deyəndə ki, diş çöpüdür, ya o uzun çöplərdəndir. Götürürük. Kakaonu biraz ya balla, ya varenə ilə belə qarışdırın, ora batırırıq və belə göz çəkirik. Əslində bu gözləri şokolada əridib krem torbası ilə sıxmaq lazımdır gözlərini. Belə cızıqlar çəkmək lazımdır. Az olduğu üçün mən əlimi bulaşdırmaq istəmədim. Belə daha sərfəlidir, daha tezdir. Artıq bunlar soydular. Mən bunların üzlərinə, gözlərini çəkincə bunlar soydular. Yəni bişirəndən sonra çəkirik bunu. Şokoladla eləyirsə, yox belə kakao ilə eləyirsə heç lazım deyil. İndi isə mən istəyirəm baxım tamına südlə necə olacaq. Sözsüz ki, çayla, qofe ilə çox ləzzətli olur. Soyuq südün içinə deyirlər atmaq lazımdır. Atdım soyuq südün içinə. Ay doğrudan da ləzzətliymiş ki. Baxın belə. Bugünlük Şərqiyə xanımdan bu qədər. Sağ olun, sağlıqla qalın. Ruzu bərəkətiniz bol, canınız sağlam olsun. Gələn videolarda görüşmək üzrə. Videonu rəfiqələrinizlə paylaşın, onlar da uşaqlar üçün bişirsin. Xudahafiz.